Zilhicce ayının 18-i, yəni Qədirxum günüdür. Qədirxum yaddan çıxmış bir dənə tarixdir. Əhl-i Beytin düşmənlərinə, şiyələrin, Əhl-i Beyt tərəfdarlarının hədiyyə elədiyi bir dənə gündür. Mənə bir dəfə dedi ki, niyə bu Aşuranı ləğv eləmirsiniz? Dedim ki, biz sizə birini güzəşt eləmişik. Dedi ki, soruşdu ki, nəyi? Dedim, Qədirxumu. Soruşdu ki, nə olan şeydir o? Dedim, elə ona görə deyirəm də, onu sizə bağışlamışıq biz. Biz Qədirxumu güzəştə getmişik. Amma Qədirxum güzəştə gediləsi bir gün deyildi. Baxın, Maidə surəsinin 67-ci ayəsini. Ya eyyuhər rəsul, bəlliğ ma unzilə ileyki min Rabbik. Ey Peyğəmbər, Allahdan sənə əmr olunan insanlara çatdır. Və in ləm təfəl, fəma bəlləxdə risalət. Əgər Allahdan sənə əmr olunanları insanlara çatdırmıyorsun, elə bilir ki, 23 ilki Peyğəmbəri eləməmsən. Vallahu yə'simukə minən-nas. Peyğəmbər dedi, ay ya Rəbbi, mən necə deyim ki, məndən bunlar heç mənə iman gətirməyiblər. Necə deyim ki, məndən sonra mənim əmim oğlu, mənim kürəkənim, sizdə məndən sonra vəli idi. Özündə cəmsi 31 yaşı var. Allah dedi, Vallahu yə'simukə minən-nas. Allah səni insanlardan qoruyacaq. İnnallâhe la yehdi qavməl kafirin. Allah kafir qovmə hidayət eləməyəcək. Peyğəmbər, Allah Peyğəmbərə deyir ki, əgər bu Qədirxum çölündə sən əlinin vilayətin deməsin, elə bil 23 ilə Peyğəmbəri eləməmsən. Sən etdiyin təbliğatın mükafatı olmayacaq. Peyğəmbər Həzrət Əlini vilayətə təyin edir. Allah deyir ki, Əl-yevmə əkməltu ləkum dinakum. Bugün sizə olan dinimi kamilləşdirdim. Və ətməmtu aleykum ni'mətin. Sizə olan nimətlərimi tamamladım. Və razıytu ləkumul İslamə dinə. Mən İslamı sözün din olaraq razı bildim, məsləhət bildim, qəbul elədim. Yəni, Əli imam təyin olmasaydı, Allah İslamı kamil eləməyəcəkdi. Nimətləri tamamlamayacaqdım. İslamı bizim üçün din olaraq qəbul razı bilməyəcəkdir. Görün nə qədər müqəddəs gündür bu. Amma biz onu insanlara təbliğ eləyə bilmədik. Bihar Ənvar kitabının 66-cı cildində bir dənə fəsil var. Əlinin, Əhl-i Beytin vilayətini qəbul edilməyən kafirliyar. Kim ki Əhl-i Beytin vilayətini qəbul eləmir, onlar kafir hesab olunur. Peyğəmbər Əhl-i Beytin dilində. Onlar kafir hesab olunur. Aslın və Sair Şiyə kitabı. 30 cilddir. İlk hədis bax budur. İslam 5 şeyin üzərində qurulub. 5. Namaz, zəkat, həd, oruc və vilayət. Əhl-i Beytin vilayəti. Sonra imam buyurur, namazın qəzası var. Sübh namazını qılmır, günorta qılır. Zəkatın qəzası var. Bugün vermir, sabah verir. Həddin qəzası var. Bu edə bilmədik, gələn il geçsin. Orucun qəzası var. Səfərdədir, olmasın, tutmasın. Qaydanda sonra Ramazanı soruşur. Ayətimizin qəzası yoxdur. Əməllərimizin qəbul olunma mexanizmi, meyarı Əhl-i Beytin vilayətidir. Ya Əli! Sözə bax Peyğəmbərdir. Ya Əli! Əgər bir nəfər insan 1000 dənə Peyğəmbərlə cihad edir, 1000 Peyğəmbərlə həccə gedər, 1000 Peyğəmbərlə zəkat verər, 1000 Peyğəmbər ibadətini eləyər, rükun və məqamın arasında öldürülər,
Uhud dağları qədər, Məkkə dağları qədər eləyə. Sənin vilayətin olmadan Allah o insanlar ibadətlərini qəbul edir. Başqa bir hədis. Bir nəfər gəlir imamın yanına deyir, ağa mən səndən bir söz soruşacağım, bir harlanmadı deyir, mən Azərbaycanlısın deyirəm, ərəz yazmışam Azərbaycansın deyirəm. Deyir, ağa mən səndən bir şey soruşacağım ki, bunu indiyələri heç kim olmuş. İmam deyir, nə iş soruşacaqsan? Deyir, müminin imanı əlaməti nədir? İmam deyir ki, mümin əlaməti la ilahe illallah, Muhammedə Rasulullah deməkdir. Allah'tan gələnləri iman getirməkdir. Namazı bərpa eləməkdir. Zəkat verməkdir. Həcc etməkdir. Ramazan orucun olmaqdır. Sonra biz əhl-i beytin vilayətini qəbul eləyib düşmənlərindən imtina eləməkdir. Əgər biz əhl-i beytin vilayətini qəbul eləməyib düşmənlərimizdən imtina eləməsə, o insanlar bizə iman, Allaha iman getirməyibdir. Şey diyeyim size, kefili. Bir gün şeytan Cəbrail'e soruşur ki, Cəbrail, şeytan deyir bu, nəql edir. Deyir, Allah mən deyir, cəhənnəmin hər yerini gördüyüm. Dedim ki, Cəbrail, bu cəhənnəmdən, bu mənim olacağım yerdən də aşağı yer var, məndən də alçaq adam var. Mən Allahın rəhmətindən qovulmuşam, Allah məni qoyuluyub rəhmətindən. Məndən də alçaq varlıq var, yəni mənim yerimdən də yeri pis olan yeri var, adam varlıq olacaq. O adam mənimdən də dərin yerə geçsin. Deyir, Cəbrail ki, bəli. Bir dəstə var ki, onların yeri sən yerindən də pisdir. Deyir, başlayır Cəbrail danışmağa. Bir dağ var cəhənnəmdə. O dağın altında bir dənə dərin bir quyu var. O quyunun içində bir dənə tabut var. Sən o getdiyin cəhənnəmdə, olacağın yerdə, Cəbrail şeytan deyir. O sənin olacağın yerin altında bir dənə dağ var. Cəhənnəmdə. O dağın altında cəhənnəmdə bir dənə quyu var. O quyunun içində bir dənə tabut var. Bilirsən iblis, o tabutun içindəki kimlərdir? Soruşur ki, kimlərdir? Deyir, onlar əlinin haqqın uğurlayıb ondan imtina edən insanların yeridir. Həzrət Əlinin haqqını uğurlayıb, onun vilayətini qəbul eləməyənlərin yeridir. Onlar ora düşəcəklər. Onlar əbədi orada qalacaqlar. Peyğəmbər 18-100 min, 20 mindən artıq insanı saxlayıb günün istisində, o düzəngahlıqda çıxış edir, xütbə oxuyur. Sonra deyir ki, Rəbbim mənə xəbər verir ki, mən yaxın günləri sizə tərk edəcəm. Mən özümdən sonra sizə hidayət olunmağı üçün sizə bir rəhbər təyin edirəm. Ya Əli, gəl bura. Gəlir. Peyğəmbər imamın qolundan qaldırır. Hətta qolunun altı hissəsi də görünür. Deyir, mən kimin rəhbəriyəmsə, əl də məndən sonra onun rəhbəridir. Allahın əlinin dostsun, dost bilginən, düşmənin düşmən bilginən, əlini özünə dost biləndən dost olginən, düşmən biləndən düşmən olginən. Gəlir, Ömər İbn-i Xəttab gəlir, deyir, ya Rəsulallah, bu səndəndir, yoxsa Allahdan deyir ki, əlbəttə ki, Allahdandır. Gəlir, deyir ki, sənə təbrik olsun, ya Əli, sən mənim möminlərim və möminələrin və mənim rəhbərim oldu. Amma nə olsun ki, Peyğəmbər dünyasında yaşandan sonra onlar Həzrətəni 25 yıl ustav saxladılar. Nə olsun ki, Peyğəmbərin vəfatından 70 gün keçmədi, qızı Zəhranı küçədə şillələdi. Evinə adam göndərib, evin yandırtdırdı. Qaburğaların sındırıb, bəxtindəki övladın öldürtdürdü. Peyğəmbərin şəhadətindən 90 gün sonra xanım Zəhra dəfn olundu. Bu günə qədər qəbrin yeri ümməti məlumdur.
Həzrət Əli ki, hər ümmətin fironu var. Peyğəmbərin fironu Əbu Cəhl idi, mənim də fironum Ömər ibn Xəttab idi. Onlar imamın haqqını tapdaladılar, haqqını yedilər. Əli vilayəti bizə nə verir? İmam Əlinin vilayəti bizə əməllərimizin qəbul olunmaqlığını verir. Bizə əqidə verir. Bizə zalimin qabağında susqunluğa yox deyir. Məzlumun yanında olmaqlığı, zalimin müqabilində olmaqlığı öyrədir Əli vilayəti. Əlinin vilayəti bizi kişilik öyrədir, qeyrət öyrədir, abul, həya, ismət öyrədir. Əlinin vilayəti bizə necə Allaha bəndə olmaqlığı öyrədir. O bugün ümmət Əli vilayətindən uzaq olduqlarına görə ümmətin başından bombalar yağır. Bugün ümmət Əli vilayətindən uzaq olduğuna görə qurbanlıqda qoyun yox, insan başı kəsilir. Bugün Əli vilayətinə insanlar imtina elədiyinə görə Suriyada 300 mindən çox insan öldürülür. İraqda 13 illik vətəndaş müharibəsi gedir. 20 ildən artıqdır ki, Qarabağ düyünü açılmır. 50 ildən artıqdır ki, Fələstin düyünü açılmır. Yəməndə baxıram tezdən uşaqlar, böyüklər acından ölürlər. Acından ölürlər, ölürlər acından. Afrikada indiyə qədər insanlar, nə qədər insanlar acından ölürlər. Qaçab İsraildə bir Rusiyanın prezidenti, bir ədaləti varlıların, rəhbərlərin dilində yox, kasıbların üzündə axtarın. O baxın onların sifətlərinə. Görün, onların sifətlərində nə şöhrəsi var. Əgər kasıbdırlarsa deməli ədalət yoxdur. Ölürlərsə azından deməli ədalət yoxdur. Hansı ki, bugünkü texnologiya 30 milyarddan artıq insanı dolandıra bilər. Texnika. 30 milyard insanı ən yüksək səviyyədə yaşanmağa qadirdir. Amma dünyada olan insanlarsa 7 milyarddır. Onun 3'dən birisi azından ölür. Ən səfalət içində yaşayır. Bugün dünyanı müharibələr götürüb. Niyə? Çünki Əli vilayəti, insanlar Əlinin vilayətini imtina edirlər. Cabir, Peyğəmbər Cabir Əbdüllah Sariyə deyir. Əgər insanların hamısı bir dəriyə doğru geçsələr, Əli də təkcə başqa dərəyə istiqamətə geçsə, Əlidən yapışınan. Çünki Əli haqlandır, haqq da Əli iləndir. Bugün ümmət ona görə zəlalətdədir ki, onlar Əli dəyərlərini, Əli meyarından imtina edirlər. Bunu qəbul eləmək lazım. Qədirxun bax budur, qardaşlar. Qədirxun bizə insanlığı öyrədən, haqqı batıldan ayıran, düzü əqlidən ayıran, insanlığı heyvanlıqdan ayıran, şəriəti şəriətsizlikdən ayıran, insana düz istiqamət verən bir məktəbdir. Amma nə olsun ki, o məktəb bugün unudulub tarixin qara səyyar daşına gedib. Mən qarşıdan gələn bayram münasibət hamınızı təbrik edirəm. Çalışın evdə aileniz, dostlarınız, yaxınlarınıza, hətta hər kəsə o gün, hər kəs o gündən tanış edin. Çünki o gün tanımaq hər bir insanın borcudur. Esselamu aleykum və rəhmətullah.